Ayvaz, deyirəm axtalar, Qasım balama necə də yaxşı yaraşır. Al da geysə yaraşır, şal da geysə yaraşır. Amma nə qarım ki, bəxti yox. Sluşi, yaxşısı budur uşağın dərdinə bir əlacını. Nə olub, nə çıxır bağırsan? Tembelleşib, işləmir, bax belə işləyir. Heyvanların dərdi Sluşi esmesinə də döyür. Ot dibine. Sluşi, belə geçsə mən onu fermadan qovacağım. Miriş gələnəcən mən sakit olan deyiləm. Sən nə danışırsan ha ki? Nahaq yer oxumayıb ki. Bak yerəyinə xalat geyib. Deyirəm ay bacı, bəlkə dədə baba qanun qaydası ilə Nəbinin qapısını elçiliyə gedək, ha? Eşidirsən be? Gel abad, gel. Ya medet, çekil. Geç. Boyna qurban olum ağasın. Paltarları yığ züvədən. Yağışlar yağar. Elay Allah'ın heyvanı. Atalar yaxşı deyib. Keçmə namərd körpüsündən qoy aparsın sel səni.
Sen de git gir tövliye. Ne lazım? Heç nə. Soruşuram, gəlmək olar. Neynək? Daha gəlmişik də. Ay Nəbi, niye ağzına su alıp oturmuşsan? İldə əyyamda Qasım Bala bizə qonaq gəlir. Əziz qonağı belə qarşılayarlar. Hoş gelmişsin. Salam aleyküm. Xoş gününüz olsun. Və aleyküməssalam. Fermadan elə incə qayıtmışıq. Evindəki işin görürsən də. Dedim akşam düşmemiş kirli paltarları sudan çıkarım. Solmazın da gelmeyine az kalır. Hiç piştüşü de çattırabilmemişim. Ay Nəbi, dur bir karpuz kes, Kasım Bala yesin, dur! Konak çay istiyor. Bu ev eşi kurbandı Kasım Balama. Vallahi geldiğini evvelceden bilseydim, seninle çolpalı aş demleyerdim. Ay Nəbi, dur bu toyuklardan birini kes, Kasım Bala yesin, dur! Xoruz. Cinsi kişidir. Yalandan boş yere banlamaz. Deyirəm, xoruz əti yesi, bəlkə Oğul. Geçmişte abırlı oğlanlar istediği kızın evine ayak basmazdılar. Onun atasıyla taytuş kimi danışmazdılar. Elə indi də adətimiz belədir. keçmişdə sözünün sahibi olmayanları da kişi hesab eləməzdilər. Elə indi də adətimiz belədir. Bugün özümə söz vermişdim ki, Solmazgilə gedim. Dedim də, elədim də. İncimə. Nəbi dayı.